Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Dostlar, BYD Gen Plus sürürəm, amma Prius 20 kuzu haqqında da çox anlayışım var, yəni dəhşət anlayışım var. Kommentariyalarda çox yazırlar mənə. İstəyirəm ki, kommentariyalardan sualları götürüm, bir neçəsini cavablandırım. Qısa, konkret cavablandırım, qoy olsun. Demək 20 kuza sürənlər sual verirlər ki, qardaşım, bizim maşın belə deyək də uqar içəri verir. Mən bunlara sualı yazanlara vaxt ikən baş saldım ki, qardaş, maşın yağ yeyəndə istər-istəməz yağ yeyirsə, arxa qulşitirdən keçmiş videolarıma baxsaz görürsünüz. Arxa qulşitirdən verir buferin içinə, buferin içindən də peç yolu ilə, kondisioner yolu ilə verir salona. Əvvəl az yeyir, gəlirsə, indi tüstü çox gəlirsə, demək odur ki, əvvəl motor az yağ yeyirdi, indi motor çox yağ yeyir. Yəni fasilələrlə yağ yeyir, çox yağ yeyir. Yəni nətəri, siz düz yolda sürəndə daima motor xodda olur. Daima motor xodda olanda istər-istəməz tüstünü verir buferin altına, buferin altından verir salona. Yəni indi sual verirlər ki mənə, qardaş, əvvəl çox yeyirdi, indi az yeyirdi. Mən də sizə konkret olaraq baş salıram ki, əvvəl çox yeməyin səbəbi budur. İndi indi əvvəl az tüstü verməyin səbəbi budur. İndi tüstü çox sələ verməyin səbəbi budur. Yəni belə. Sonra mənə sual verirlər ki, səhər maşını xodlayırıq, maşın şak motordan səs gəlir, şak səs gəlir. Bəs səs gəlir. Sonra o səs biraz qızandan sonra başlayır itməyə. Nədəndir o? Svetaları dəyişin. Bir mənalı şəkildə %100 mən deyirəm ki, o sizdə problem svetalarda. Svetaları dəyişin, görəsiniz, qətiyyən bir səs şaqqıltı olmayacaq. Svetalar yaxşı olmayanda benzin də çox yeyir. 20 kuzu da xəstəlikdir, öyrəşirsiniz ekonomiyaya. Biraz benzin çox yeyəndə bilmirsiniz nədir. Çalışın 6 aydan bir, 7 aydan bir svetalar dəyişin. Farsunkaları, zaslonkaları yuduzdurun, farsunkaları dəyişdirin. Dəyişdirmək mənə məsləhət olar. İndi özünüzün imkan dərəcəsinə baxır da, onu imkan dərəcəsinə baxır. Sonra sual verirlər ki, bəs maşın bilirsən yanmaya düşürük, sağa sola rolu fırladırıq, lak səs gəlir, laqqıltı nədən ola bilər? Bu laqqıltı əsas o maşın düşəndə elə bir dəmirlə kimsə qıraqdan maşını vurur. Elə səslisə, demək sırqaları dəyişməlisiniz. Rulu döndərib qazı basanda laqqıltı gəlsə, qranatların səsidir. Düz yolda laqqıltı gəlir, uğultu gəlirsə, stupçan paçivnikinin səsidir. Yəni rahat şəkildə bilmək olar. Ustaya getmək lazımdır. İndi köhnə maşın sürənlər bilirlər, indi təzə maşın sürənlərin çoxsu bundan anlayışı yoxdur. Sonra ən əsası mənə həmişə sual verirlər ki, dostlar, bəs maşın niyə bizdə yağ yeyir? Xaricdən gələndə yemir, sonra başlayır yağ yemək. Mən bir mənalı başa salıram. Xaricdəkilər çalışırlar maşına vaxtında qulluq edirlər. Yağın vaxtından tez dəyişirlər. Amma bizdə yağa vaxtında qulluq eləmirik. 4000-i, 5000-i keçəndən sonra deyirik, biraz da sürüm, biraz da sürüm. Biraz da sürməyimiz bir də gördüm ki, 1000 kilometr artıqdır. Hər təfədə dəyişəndə 1000 kilometr, 1500 kilometr artıq sürüləndə bu avtomatik olaraq ziyandır. Tembolda ki, bizdə Prius sürənlərin çoxsu taksi fəaliyyətində məşğuldur həmin maşınlarla. Taksi fəaliyyətində də məşğul olan adamlar çalışır ki, biraz ekonomi eləsin, yağı ucuzundan alsın töksün. Amma ucuzundan alıb tökmək lazımdır. Elə məsləhət bilirəm ki, bahalıdır tökün yağ. Maşının sizin belə də ayağınızı yerdən götürür. Ona qulluq vacibdir. Heç nə ki, dostlar, kanalıma abunə olun, mənə dəstək olun. İnşallah təzə kanala gələcək. Bu kanalın konseptini dəyişdik. Satıram, verirəm başqa adama kanalı. İnşallah başqa konsept olacaq. Sağ olun, salamat qalın.